Bugün milli şirniyyatımız olan şorqoğanlı reseptini sizinlə bölüşürəm. İlk öncə mayını aktivləşdirmək üçün qaba yarım stəkan ılıq süd, 1 xörək qaşığı şəkər tozu, 1 xörək qaşığı maya, 2 xörək qaşığı un əlavə edib eyni cütlü olana qədər qarışdırırıq. Otaq temperaturunda 3-5 dəqiqə müddətində gözləyirik, maya aktivləşsin. Öncədən ələdiyim unun üzərinə 1 xörək qaşığı sarı kök, 1 xörək qaşığı duz əlavə edib ilk öncə quru ərzaqları qarışdırırıq. Otaq temperaturunda olan 180 qram xama, ardından 2 ədəd yumurta, 150 qram əridib soyutduğum çörək yağı və ilıqdan bir qədər isti 1 stəkan süd əlavə edirik. Ən sonda aktivləşən mayanı da əlavə edib qarışdırıram, ardından əlimlə xəmiri yoğurmağa başlayırıq. Xəmir ələ yapışmayan, hamar, yumşaq xəmir olmalıdır. Xəmirdə qeyri ərzaqlardan istifadə etmədim. Yəni mənim üçün 1 stəkan yarım süd yetərli oldu. Sizdə ola bilsin bir qədər süd az gəlsin, az əlavə edərək xəmiri yoğura bilərsiniz. Xəmiri yaxşı yoğurduqdan sonra bir yerə toparlayıb isti yerdə 30-45 dəqiqə müddətində mayalanmasını gözləyirik. İndi içliyi hazırlayaq. Qaba otaq temperaturunda olan 75 qram çörək yağı, 1 çay qaşığı duz, 1 çay qaşığı cirə, 1 çay qaşığı raziyana, ən sonda 1 çay qaşığı sarı kök əlavə etdim. İstiyot unutmuşdum, onu da sonda əlavə etdim, lakin onu çəkməyi unutdum. Yəni siz 1 çay qaşığı qara istiyotda əlavə etməlisiniz. Belə bir kütlə alındı. Alınan kütlənin üzərinə un əlavə edirik. Mən 250 qram undan istifadə etdim. 250 qram unda 200 qramlıq stəkan ölçüsü ilə 2 stəkan bir də yarım un edir. Öncə 1 stəkan əlavə edib qarışdırıram. Ardından geri qalan unu da əlavə etdikdən sonra əlimizlə ovaraq umaç hazırlayırıq. Tam umaç formasında olmur. Yəni ədviyyat, yağ və unu bircə qarışdırırıq. Hazırlamış olduğum bu içlik 1 kiloqram unla hazırlanan qoğala tam gəldi. Bir qaşıq belə olsun, artıq qalmadı. Hazır olduqdan sonra tavaya əlavə edirik, ocaq alırıq, orta odda durmadan qarışdıraraq qovururuq. Təxminən 5-6 dəqiqə müddətində içlik qovrulub hazır olur. İçlik qovrulub hazır olana yaxın rəngi gördüyünüz kimi dəyişir. Tam 6 dəqiqə qovurduqdan sonra ocaqdan alıb başqa qaba əlavə edirəm. Xəmir də artıq mayalandı. İlk öncə xəmirin havasını alırıq, hazırladığımız qoğaldan maya qoxusu gəlməsin deyə. Yağdan, undan istifadə etmədən masanın üzərinə xəmiri alıb 8 bərabər hissəyə ayırıram. Mən mətbəx tərəzisindən istifadə edirəm. Əgər sizdə mətbəx tərəzisi yoxdursa, gözəyarda kündələri hazırlaya bilərsiniz. Hər bir 210 qram olmaqla kündələri hazırlayıram. Kündələr hazır olduqdan sonra üzərinə streç film və dəsmal salıb isti yerdə 30 dəqiqə müddətində mayalanmasını gözlədim. Xəmir mayalanıb hazır olduqdan sonra artıq açmağa başlayırıq. Masanın üzərinə un əlavə edirik. Xəmiri əlimizlə bir qədər açdıqdan sonra yenə də üzərinə un əlavə edib incə bir yuxa açırıq. Değerli izleyicilerim, əgər videonu bura qədər izləmişsinizsə, kanala hələ də abunə deyilsinizsə, sizlərdən xahişim kanala abunə olub videonu bəyənməyinizdir. Lazım gəldikdə az un əlavə edərək açmağa davam edirik. Siz necə şirin qoğal yoxsa şor qoğal sevirsiniz? Şərhlərdə bizimlə bölürsəniz şad olarıq. Yuxa artıq hazırdır. Masanın üzərinə duru yağ əlavə edirəm. Masa boyunca yayıram. Yaxşı olar ki, siz də duru yağdan istifadə edəsiniz. Çörək yağından istifadə etdikdə yağ donur, yəni yuxanı açmaq çətin olur. İlk yuxanı masanın üzərinə açılacağı qədər əlimizlə açaraq yaymağa başlayırıq. Getdiyi qədər, yəni açırıq, artıq çəkməyə ehtiyac yoxdur. Yuxanın üzərinə əritdiyim çörək yağından əlavə edirəm və yağlayıram.
Yaxşı olar ki, yağı tam əridib ayranından ayırdıqdan sonra istifadə edəsiniz. Yağladığım yuxanın üzərinə ikinci yuxanı yerləşdirib, onu da eyni qayda ilə açmağa davam edirəm. Hər bir qatı eyni qaydada açaraq arasında çərəyağından istifadə etdik. Sonuncu qat, yəni 8-ci qatı açdıqdan sonra üzərində yağdan istifadə etmirik. Yəni 8-ci qatı yağlamaq olmaz. Beləliklə hazırdır. Gözlətmədən 2 barmaq enliyində kəsməyə başlayırıq. İki barmaq enliyində kəsmək yetərlidir. Daha artıq, yəni enli kəsməyə ehtiyac yoxdur. Hətta rulon formasında xəmiri bükdükdən sonra da sizə rahatlıqla kəsə bilərsiniz. Artıq hazırdır. Hazır olduqdan dərhal sonra qatlamağa başlayırıq. Xəmirin ucundan tutaraq özünüzə sarı çəkin və qatlamağa davam edin. Sona qədər eyni qayda ilə qatladıq. Sonda fikir verirsiniz, düz hissə, yəni yaxşı olan hissə üst hissəyə qalmalıdır. Bir qədər çobud olan hissə isə masanın üzərinə qalarsa, qoğallar bükdükdə daha gözəl, daha səliqəli alınar. Eyni qayda ilə digərlərini də qatlayıram. Əgər ortaya doğru getdikdə qoğallar digərlərinə nisbətən böyük alınarsa, xəmirin, yəni lentanın ucundan kəsərək daha orta ölçülü qoğallar hazırlaya bilərsiniz. Geri qalan lentanı digər qoğalda istifadə etmək olar. Üzərinə dəsmal, streç film saldıqdan sonra isti yerdə 30 dəqiqə və ya 35 dəqiqə müddətində maylanmasını gözlədik. Artıq qoğalları hazırlaya bilərik. Birisini alırıq, masaya qalan hissəni çeviririk. Həmin hissədən kənarda qalan xəmiri də tam mərkəz hissəyə yerləşdirib, baş barmaqlarımızla içli yerləşdirmək üçün yer açırıq. Həmin hissəyə 2 çay qaşığı dolu-dolu içli yerləşdirirəm. Üzərindən qaşıqla bastıraraq xəmirləri ortaya gətirib möhkəm bağlayırıq. Möhkəm bağlamaq lazımdır ki, bükərkən içli kənara dağılmasın. Həmən yaymırıq, elə hazırladığımız formada kənara qoyuruq. Digərlərini də eyni qaydada hazırlayırıq. Əgər sizdə də kənarda qalan xəmir, yəni belə desə lenta açıq formadadırsa, siz də bu üsulla şorqağalını hazırlaya bilərsiniz. Yox, əgər səliqəli formadadırsa, kənarda olan xəmiri qaldırmağa ehtiyac yoxdur. Sona qədər eyni qayda ilə gördüyünüz kimi üz aşağı yığdıq, üzərinə paket saldıq, qaysaq tutmasın, bu vacibdir. İlk hazırladığımız qoğaldan başlayırıq. Elə masanın üzərindən əlimizin altına alırıq, yəni çevirmədən xəmiri bərkitdiyimiz hissədən, yəni içli yerləşdirdiyimiz hissədən üzərindən əlimizlə bastıraraq qoğala forma veririk. Hər birini eyni qaydada hazırlayıb bişirəcəyimiz soba tavasına yığırıq. Qoğalı yayarkən də çox incə yaymağa ehtiyac yoxdur. Azca üzərindən bastıraraq beləcə forma veririk. İstəsəniz masanın üzərində, istəsəniz mənim kimi soba listdən yığdıqdan sonra üzərinə paket dəsmal salıb otaq temperaturunda sonuncu dəfə 30 dəqiqə müddətində yer mayası almasını gözləyirik. Bir yumurtanı bütöv, birinin sarısından istifadə etdim və bir xörək qaşığı süd əlavə edib yumurtanı südün içərisinə yaxşı açdıqdan sonra bütün qoğallara deyil, sobaya verəcəyim qoğalların üzərinə fırça ilə çəkirəm. Sonda üzərinə çörək otu əlavə edirəm. Öncədən isidilmiş sobada 170-180 dərəcə temperaturda bişirdik. Sobadan sobaya fərq olduğuna görə siz öz sobanızın dərəcəsinə uyğun istilikdə bişirə bilərsiniz. Qoxusu evi bürüyən, dadlı, ləzzətli, ətirli qoğallar bişib hazır oldu. Dadını sizə ötürə bilməsəm də görüntü özü hər şeyi deyir. O qədər dadlı, o qədər ləzzətli alındı ki, sizlərə də şiddətlə tövsiyə edirəm. İndi isə kəsib iç görüntüsünü və xırçıltısını da sizlərlə bölüşürəm. Qarşıdan gələn Ramazan bayramınızı və Novruz bayramınızı hər birinizin təbrik edirəm. Allah hər birinizə bol ruzi, can sağlığı versin. Sizlər də belə gözəl təamları hazırlayın, sevdiklərinizlə bircə nuş edin. Hələlik.